Biz indi sizlə peşə təhsilindən biraz danışmaq istəyirik. Tələbə qəbulu, rəqəmlər, plan yerləri, ən çox hansı ixtisasa gözlənilir tələbə qəbulu və ötən illə müqayisə bu məsələlərdən danışacağıq. Peşə təhsili üzrə Dövlət Agentliyinin peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli bizlə birlikdədir. Kənan bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiz, əhvalınız necədir, günə necə başlamısınız? Təşəkkür edirəm dəvət üçün. Günümüz sizinlə belə efirdə tamaşaçılarla gözəl başlayıb. Gözəl. İnşallah gözəllə davam edəcək. İnşallah. Kənan bəy, bu il peşə təhsil müəssisələrinə qəbul planını ötən illə bir müqayisə eləyək. Fərqlər necədir, dəyişikliklər nə olub, plan yerlərinin sayı artıbmı, azalıbmı, nə var, nə yox, bütün bunları bizə deyin. İlk öncə qeyd edim ki, ənənəvi olaraq biz tələbə qəbulunun bu ayın son həftəsinə etibarən başlamağı planlaşdırırıq. Dəqiq vaxtla bağlı təbii ki, önümüzdəki günlərdə həm Peşə Təhsili Dövlət Agentliyinin, həm də Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində məlumat veriləcəkdir. Qəbul planı ilə bağlı onu demək istəyirəm ki, qəbul planı hal-hazırda təsdiq mərhələsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinə sifariş təklif göndərilib və təsdiq mərhələsindədir. Belə dəqiq rəqəmləri açıqlaya bilməsəm də onu deyə bilərəm ki, ötən illə müqayisədə artım planlaşdırılır, proqnozlaşdırılır. Son 5 ilin nəticələrinə baxsaq, hər il dövlət vəsait hesabına plan yerlərində daimi artım var. Bu ildə bu temp qorunacaq və müsbət dinamika davam etdiriləcəkdir. İxtisaslara gəldikdə isə təbii ki, burada Azərbaycan bizim ölkəmizin iqtisadiyyatın strukturuna, əmək bazarının tələblərinə uyğun olaraq ənənəvi ixtisaslar var ki, onlara tələbat yenə də böyükdür. Onlara ayrılan plan yerlərinin, yəni tələbə qəbulu plan yerlərinin sayı da yenə böyükdür. Bunlar aşbazlıqdır, digər xidmət sahələridir, dərzilikdir. Eyni zamanda İKT ilə bağlı ixtisaslarda burada qrafik dizayner var, web dizayn və proqram təminatı ilə bağlı ixtisaslar var. Həmçinin kompüterlərin təmiri və texniki xidməti ilə bağlı ixtisaslar var ki, bu ixtisaslarda da plan yerləri çoxdur. Eyni zamanda sənayenin digər sahələri ilə, avtomobil sənayesi ilə bağlı ixtisaslarda da plan yerləri digər ixtisaslara nisbətən çoxluq təşkil edir. Bununla yanaşı yeni ixtisaslar da təbii ki, nəzərdə tutulub. Yəni son illərin qəbuluna baxsaq, hər il iqtisadiyyatın tələbatına uyğun olaraq, işə götürənə sifarişlərinə uyğun olaraq yeni ixtisaslar qəbul planına daxil edilir. Bu ildə istisna deyil, bu ildə bir neçə istiqamətdə, qida texnologiyaları istiqamətində, IT istiqamətində yeni ixtisasların açılması gözlənilir. Yaxşı ixtisasların adlarını çəkdiniz. O ixtisaslar ki, dünyanın bir çox ölkələrində kifayət qədər öndə gedən sahələrdir. Bəs bizdə həmin bu sahəni daha da inkişaf etdirmək üçün, təcrübə aparmaq üçün mü deyim, nəzəri deyil də daha çox faktiki olaraq işləmək üçün imkanlar varmı? Tutaq ki, əgər maşın sahəsi üzrə, maşın təmiri ilə məşğul olursa adam, onu məhz maşının üzərində mi aparılır, yoxsa bu sadəcə bir nəzəri formada keçirilir? İmkanlar nə yerdədir? İlk öncə qeyd edim ki, peşə təhsili pilləsinin, digər təhsil pilləsindən məsələ üstünlüyü də bundadır ki, peşə təhsilində praktiki bacarıqlara üstünlük verilir. Tək bu nəzəri olaraq belə deyək də, təhsil proqramında qeyd olunmayıb. Bu praktiki olaraq bugün bizim peşə təhsili müəssisələrində də belədir. Xüsusilə son illərdə yaradılmış və müasir maddi-texniki bazaya, infrastruktura malik olan peşə təhsil müəssisələrində tədrisin böyük əksəriyyəti praktiki dərslərə əsaslanılır və onlar lazımı maddi-texniki baza ilə təmin olunublar. Bundan əlavə, həmçinin tələbələrimiz işə götürənlərdə də təcrübəyə göndərilir, real iş mühitində təcrübə keçirlər. Müasir maddi-texniki bazası olmayan müəssisələrdə belə onlar da işə götürənlərlə əməkdaşlıqları sıxdır. Onlar da işə götürən müəssisələrdə tələbələr göndərirlər, təcrübə proqramlarına yönəldirlər və bütün tələbələrimiz hansı müəssisədə oxuduğundan və müəssisənin maddi-texniki bazasından asılı olmayaraq təcrübə keçirlər real iş mühitində. Bundan əlavə bir məsələni qeyd edirəm ki, hal-hazırda dual peşə təhsili tətbiq olunur peşə təhsili müəssisələrində. Bu ilk il deyil, artıq bir neçə ildir ki, bu tətbiq olunur və bu il onun da əhatə dairəsi genişləndirmək planlaşdırılır. Təxminən 2500-ə qədər artırılması düşünülür dual peşə təhsili proqramlarının əhatə dairəsinin. Bu nə deməkdir? Dual peşə təhsili proqramlarında tələbə təhsil müəssisəsinə daxil olduğu andan etibarən bir işə götürənlə paralel olaraq
tədrisini keçir. Bu nə deməkdir? Həftənin müəyyən günləri peşə təhsili müəssisəsində təhsil alır, müəyyən günlər isə işə götürən müəssisədə həm təhsil alır, həm işləyir. Bu praktika özünün müsbət nəticələrini verir və işə düzəlmə baxımından da baxdıqda digər təhsil formalarına nisbətən dual peşə təhsili proqramlarında məzunların işlə təminatı faizi daha yüksəkdir. Çünki təcrübə qazanmış onlar da oxuya həm də təcrübə izləyir. Həm işə götürən öz belə gələcək işçisini tanıyır, nəyə qadir olduğunu bir il ərzində görür. Bu qısa müddət olmur. Digər proqramlarda bu 2-3 ay olduğu halda bu proqramda bir il müddətində öz gələcək belə deyək, işçisinin nəyə qadir olduğunu, nəyə bacardığını, nəyə öyrənə biləcəyini, nəyə öyrənə bilməyəcəyini daha aydın görür və onu daha rahat işə qəbul edir. Və bu proqramlarda 70%-in üzərində məzunlar iş təklifi alırlar dərhal. Digər proqramlarımızda isə bu təxminən 40% civarındadır. Əgər burada göstərici yüksəkdirsə, demək ki, bunun üzərinə daha çox fokuslanıb, daha da genişləndirmək lazımdır. Təbii ki, bunun üçün buna fokuslanırıq biz, amma bunun üçün də müəyyən bir şərait olmalıdır. Birinci növbədə bu bir tərəfli bir proses deyil. Burada həm təhsil müəssisəsi var, həm işə götürən tərəf var, eyni zamanda tələbə tərəf var. Yəni burada üç tərəf də maraqlı olduğu halda bu proses baş tutur. Və biz ildən ilə, məsələn, ötən il bu proqramların əhatə edəcək 1800 nəfər idi. Amma bu il proqnoz edirik ki, bu təxminən 2500 nəfər olacaq. Yəni bu böyük bir artımdır. Tələbələr maraqlıdırlar da, buna həm oxusunlar, həm işləsinlər, təcrübə qazansınlar. Yəqin ki, belədir. Bəli, əksərən bu proqramlara müraciət sayı da yüksək olur. Bu proqramlara müraciət edənlərin sayı da az deyil. Onlar da maraqlıdır bu proqramlara. Dediyim kimi, üç tərəfli bu mümbit şərait yarandıqda bu proqramların təşkilinə biz də maraqlıyıq, müəssisələrimiz də maraqlıdır. Eyni zamanda vətəndaşlar da maraqlıdır. Əsas yəqin ki, belə müəssisələrin sayı çox olmalıdır ki, onlar maraqlı olsunlar ki, tələbələri işlə təmin etsinlər. Təbii ki, işə götürən müəssisənin də şəraiti olmalıdır ki, həmin tələbələri öz müəssisəsində qəbul edə bilsin, öz müəssisəsində onlara yer ayıra bilsin və bu məsələlər zaman ayıra bilsin, təbii ki, mentor ayıra bilsin. Həmin müəssisələr mentor təyin edirlər bizim tələbələr üçün ki, daim olaraq həmin o iş müddətində tələbələrlə mentorluq eləsinlər, onlara müəyyən bir məqamları təhsil proqramında göstərilən səriştələri öyrətsinlər. Və bu baxımdan biz də daim çalışırıq ki, həm müəssisələrimiz də özlüyündə çalışırlar ki, bu münasibətləri qursunlar. Eyni zamanda Peşə Təhsili Dövlət Agentliyi də müəssisələri də təşviq edir, özü də bu münasibətlərin qurulmasında qabaqcıl rol oynayır. Kənan bəy, maraqlıdır, gənclərin seçimləri ilə əmək bazarının real tələbləri bugün nə dərəcədə üst-üstə düşür? Peşə təhsilinin ümumiyyətlə müqayisə etdikdə, mən ümumi qeyd edim ki, 2020-ci ildən etibarən artıq elektron qaydada peşə təhsil müəssisələrində tələbə qəbul aparılır və bu bizə imkan verir ki, biz müraciətlərin dinamikasını, insanların hansı peşələrə müraciət etdiyini təhlil etmə imkanımız olsun. Ümumi baxdıqda görürük ki, 2020-ci ildə biz ilk dəfə elan etdikdə cəmi 18.000 nəfər müraciət etmişdirsə ümumi peşə təhsili almaq üçün, ötən il bu rəqəm 46.000-dən çox idi. Bu özlüyündə onu göstərir ki, insanların peşə təhsilinə inamı, marağı əvvəlki qaydada deyil. Artıq burada təxminən 2 dəfədən də çox marağın artmasından söhbət gedir. Və bu özlüyündə onu göstərir ki, peşə təhsilinin forması, peşə təhsilinin insanlara vəd etdiyi və verdiyi dəyərlər artıq dəyişib. Gəldikdə ki, vətəndaşların seçimləri ilə əmək bazarının tələbləri üstə düşürmü? Mən deyərdim ki, bəli. Çünki yekunda məzun olduqdan sonra iş tapmaq və rəqabət qabiliyyətli əmək haqqı almaq məsələləri vətəndaşların ixtisas seçiminə birbaşa təsir edir. Təbii ki, elə ixtisaslar var ki, real əmək bazarında ona tələbat sayı limitlidir. Məsələn, burada xüsusi kiber təhlükəsizlik kimi ixtisası, komitə şəbəkələr kimi ixtisası, aviasiya ilə bağlı ixtisasları misal gətirə bilərəm ki, aydındır ki, bu ixtisaslara əmək bazarında tələb sonsuz deyil, müəyyən limitlədir. Amma vətəndaşların müraciətlərinə baxdıqda görürük ki, həmin ixtisaslar üzrə bir yerə bəzən 10, bəzən 11, 12 nəfər bir yer uğruna mübarizə aparır. Yəni mübarizə yüksəkdir. Bu baxımdan həm də bu ixtisasların perspektivi ilə bağlıdır, gələcəkdə orada əmək haqqı imkanları ilə bağlıdır. Bu vətəndaşlarda belə də həmin ixtisaslara marağı artırır. Eyni zamanda digər bir ixtisaslar var ki, hansı ki onlar
bu gün əmək bazarında tələbatlıdır. Onlara da bizim vətəndaşlar xüsusi maraq göstərirlər. Xüsusilə xidmət sahələri deyə bilərdim. Burada həm turizm sektoru ola bilər, aşbazlıq, qənnatçılıq sektoru ki, burada da vətəndaşlar xüsusi maraq göstərirlər, daha çox müraciət edirlər. Avtomobil sənayesi sahəsidir. Burada da həm iş perspektivləri yüksəkdir bu sahələrdə, əmək bazarında tələbat yüksəkdir və insanlarımız da bunu başa düşürlər və ona görə bu ixtisaslara daha çox yönəlməyə çalışırlar və xüsusilə IT sahəsi də təbii ki, bu sahələrdən biridir. Bir ara belə bir məlumat çıxmışdı, bəlkə də indi də hələ də qüvvədədir ki, peşə sahəsini bitirənlər universitetlərə imtahansız qəbul oluna bilərlər kimi belə bir məlumat var idi. Bu doğrudan da mı belədir? Əgər belədirsə, hansı formada aparılır bu? Bu düzgün məlumatdır, amma bu məlumatın detallarını izah edək ki, hər kəsə aydın olsun. Heç də bütün peşə təhsili alan şəxslər ali təhsili imtahansız keçid əldə etmirlər. Bu yalnız aid olunur peşə təhsilinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə. Yəni, yüksək texniki peşə təhsili səviyyəsində təhsil alan şəxslər təhsillərini başa vurduqdan sonra imtahansız ali təhsil məsələsinə keçid imkanı əldə edirlər öz ixtisaslarına uyğun ixtisaslar üzrə. Yəni, bu onlara bütün ixtisaslar üzrə keçid imkanı vermir. Öz təhsil aldıqları ixtisasa uyğun ixtisaslar üzrə, bəli, bununla bağlı uyğunluq cədvəli var. Məzunlarımız onu görürlər, bilirlər ki, hansı ixtisas üzrə hansı ali təhsil ixtisasına keçid edə bilərlər. Və yalnız yüksək texniki peşə təhsilini bitirən şəxslər öz təhsil aldıqları müddətdə topladıqları ballar əsasında, qiymətlər əsasında ali təhsil müəssisələrində müsabiqəyə qoşulurlar. O subbakalavrdan, yəni yüksək texniki peşədən və orta ixtisas təhsilindən gəlmiş şəxslər üçün ayrılan belə deyək, kvota yapılan yerlərinə uyğun olaraq müsabiqəyə qoşulurlar və keçid imkanı əldə edirlər. Son illərin nəticələrinə baxdıqda bizdə artıq 3 ildir ki, yüksək texniki peşə təhsil səviyyəsində məzunlarımız var. Çünki bu peşə təhsil səviyyəsi ilk dəfə 2020-ci ildə başlanılıb bunun tədrisinə. Hansılar daxildir yüksək texniki peşə sahəsi deyəndə? Nə nəzərdə tutulur? Hansı sahələr? Baxın, dediyimiz bütün sahələr, mən sahələrin ümumi adını çəkirəm. Bütün sahələr üzrə elə ixtisaslar var ki, onlar peşə standartlarına uyğun olaraq yüksək texniki peşə təhsili səviyyəsinə uyğun gəlir. Məsələn, burada IT sahəsinə baxdıqda, burada deyək ki, kiber təhlükəsizlik var. Burada kompüter şəbəkələri, şəbəkə inzibatçılığı var, kompüter sistemlərində proqramlaşdırma var. Digər sahələrdə, məsələn, avtomobil sahələrinə baxdıqda, burada nəqliyyat vasitələrinin istismarı var. Və bu tipli bütün sahələrdə, məsələn, deyək ki, xidmət sahəsinə baxdıqda, restoran işinin təşkili var. Məsələn, belə bu tipli hər bir sahə üzrə yüksək texniki peşə təhsilini əhatə edən ixtisaslar var. Və həmin ixtisaslar da ali təhsilə dediyiniz kimi keçid imkanı tanıyır. Əla. Çox sağ olun, təşəkkür edirik. Uğurlar arzulayırıq Kənan bəy, çox sağ olun. Qəbul nə zaman başlıyor dediniz? Qəbul bu, dediyim kimi, bu ayın son həftəsinə etibarən başlayır. Dəqiq tarixi isə yaxın günlərdə həm agentliyin, həm də Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində izləyə biləcək bizim vətəndaşlar. Onu da qeyd edim ki, qısaca qaydalarda dəyişiklik yoxdur. Ənənəvi olaraq portal.eduaz saytı üzərindən vətəndaşlar müraciət edir. Müraciət edərkən yalnız şəxsiyyət vəsiqəsi və attestatdan istifadə olunur. Əgər əlavə olaraq onların sosial hansı qrupa mənsubdurlarsa, həmin təsdiq edici sənədlər də tələb oluna bilər və könüllülük və sərbəst seçim əsasındadır. Vətəndaşlarımız yenə də 5 seçim imkanları var ki, 5 ixtisas və müəssisə seçə bilərlər və bununla da müsabiqədə iştirak edirlər. İlk və texniki peşədə, bunu da qısaca qeyd edeyim ki, ilk peşə təhsilinin 3 səviyyəsi var. İlk və texniki peşədə attestat qiymətlərinin ortalamasına uyğun olaraq müsabiqə təşkil olunur. Yüksək texniki peşədə, hansı ki az öncə danışdıq, həm də ali təhsilə keçid imkanı verir. Yüksək texniki peşədə isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının nəticəsinə uyğun olaraq, orada topladıqları ballara uyğun olaraq müsabiqə aparılır. Təşəkkür edirik. Təşəkkür edirik. Uğurlar arzulayırıq həm sizə, həm də peşə seçimi qarşısında olan o gənclərə, insanlara uğurlar diləyirik. Çox sağ olun.